Salam dəyərli izləyicilər, hər vaxtınız xeyirli olsun. Gecə saat 4-dür, artıq 5-i işləyib, 8 dəqiqə və mən yata bilmirəm. Sizlər üçün bu proqramı hazırlayıram. Məsələ nədir? Məsələ ondan ibarətdir ki, bu ay Qarabağ və Sabah komandası düz 3 dəfə qarşı-qarşıya gələcəklər. Bunlardan ikisi Azərbaycan Kuboku çərçivəsində, biri Azərbaycan Premyer Liqası çərçivəsində başlayacaq. Və son 10 oyunda yalnız bir dəfə Sabahı Qarabağın məğlub edə bilməsi bu prinsipallığı bir qədər də artırır. Qarabağ demək olar ki, çempionluğu əldən verib. Kuboku da Sabaha mı təhvil verəcək, yoxsa yox? Bax, bu məsələ ilə bağlı danışacağıq. Oyun öncəsi proqnozlarımızı sizin nəzərinizə çatdıracağıq və komandaları dəyərləndirəcəyik, dəyərli dostlar. Siz də öz fikirlərinizi yazın. Sizcə növbəti görüşdə Qarabağ axır ki, Sabahı məğlub edə biləcəkmi, yoxsa yox? Hesab təxminlərinizi də şərhlər bölümündə yazın. Azərbaycan çempionu hələ də Qarabağda ola bilər deyə soruşuram. Sizcə Azərbaycan çempionu kim olacaq və yaxud kim olmalı idi əslində? Azərbaycan Kubokunun qalibi kim olacaq? Azərbaycanın Çempionlar Liqasında, Avropa Liqasında, Konferans Liqasında hansı klublar təmsil etməlidir, edəcək? Bu barədə fikirlərinizi şərhlər bölümündə yazın izlədikcə. Mən isə bu möhtəşəm qarşılaşmalar, 3 qarşılaşma var Qarabağla Sabah arasında bu ay və bu qarşılaşmalar öncəsi mütləq dəyərləndirmə aparmalıydım, sizlərə çatdırmalıydım və vaxt itirmədən keçək inşallah dəyərləndirməni sizin nəzərinizə çatdıraq. Dəyərli izləyicilər, bildiyiniz kimi Gülər balamızı bir neçə aydır ulserativ kolit xəstəliyindən müalicə etdiririk. Bağırsağındakı sancılar təbii ki dözülməzdir. Məcbur olub paylaşırıq. Halımızdan anlayıb dəstək olan, dua edən hər kəsə təşəkkür edirəm. Ümid edirəm ki, bizi başa düşəcəksiniz. Bu Ramazan günlərində dəstəyinizi əsirgəməyəcəksiniz. Allah heç kimə bizim kimi çarəsizlik nəsib eləməsin. Kömək olan, olmayan hər kəsə ancaq xoşbəxtlik arzu edirəm. Biz də təbii ki, balamızı xilas eləmək istəyirik. Ona görə sizdən maksimum şəkildə dəstək olmağı rica edirəm. Ümid edirəm ki, harayımıza səs verəcəksiniz, dəstək olacaqsınız, dua edəcəksiniz. Öncədən hər birinizə təşəkkür edirəm. Dəyərli izləyicilər, ümid edirəm ki, dəstəyinizi əsirgəməyəcəksiniz. Məcbur qalmasaydıq, paylaşmazdıq. Ümid edirəm ki, dəstək olacaqsınız. Allah hər birinizdən razı olsun. Allah heç kimə belə çətinlik yaşatmasın. İndi isə keçək mövzumuza. Bir qədər öncə qeyd etdiyim kimi, bu ay düz 3 dəfə qarşı-qarşıya gələcəklər. İlk öncə qeyd edim ki, aprel ayının 3-də, yəni 3 gün sonra artıq ilk oyunlar başlayacaq. Sabahla Qarabağ qarşı-qarşıya gələcək, daha doğrusu Qarabağla Sabah qarşı-qarşıya gələcək. İlk öncə Qarabağın oyunlarını sizin nəzərinizə çatdırım, çünki Qarabağın çox çətin oyunlar gözləyir bu ay. Qeyd etdiyim kimi, ayın 3-də Sabahla qarşılaşacaq, daha sonra Karvanı qonaq edəcək, sonra Şamaxı səfərinə yola düşəcək və ondan sonra olduqca çətin proqram başlayır. Bəli, ard-arda Qarabağ komandası yenə Sabahla qarşılaşacaq ayın 18-də. Sonra yenə Sabahın qonağı olacaq bu dəfə ayın 22-sində. Ardından isə 26-sında və ayın 30-da Neftçi ilə 2 qarşılaşması var bu ay. Yəni bu ay Qarabağ komandası 7 oyun keçirəcək, təqribən hər 3 gündən bir oyun keçirəcək və oyunların kimlə keçiriləcəyi çox önəmlidir. 3 dəfə Qarabağla çox prinsipial maçlar olacaq və 2 də Neftçi ilə çox gərgin prinsipial maçlar olacaq. Bu arada Qarabağ Neftçiyə xal verə bilər. Hansı ki, Neftçi oyunu təxirə salınmışdı Newcastle-la oyundan öncə. Ona görə axır Neftçiyə bir xal verə bilər və Neftçi də zaten son vaxtlar güclənib Qarabağdan xal ala bilər. Xüsusilə Qarabağın bu ay proqramı çox gərgindir, yorğun olacaq və Neftçi komandası xallar qazanmaq istəyir ki, Avrokuboklara getsin ki, şansları var və mən də istəyərəm ki, valla Zirədənsə Neftçi getsin Avrokuboklara, inciməsin Zirə azarkeşlər. Niyə deyirəm? Çünki Zirə komandası artıq elə bir oyun göstərir ki, Avrokuboklardan, yəni ki, birinci turdan geri dönəcəklər. Neftçi isə yüksəlişdədir, o baxımdan deyirəm. Gələk qaydaq öz mövzumuza, Qarabağ-Sabah mövzusuna. Bəli, dəyərli dostlar, ekranda görürsünüz. Sabah komandası 4-3-3 taktiki sxemindən adətən istifadə edir.
Qarabağ komandası isə gördüyünüz kimi 4, 2, 3, 1 taktiki sxemindən istifadə edir. Amma burada qeyd etməliyəm ki, Sabah komandası stabil bir düzülüşdən istifadə etmir, fərqli düzülüşlərdən istifadə edir və bu mənim Sabah komandasında çox bəyəndiyim bir məqamdır. Qarabağ komandası Qurban Qurbanov bir taktiki düzülüşü inkişaf elətdirir, o taktiki düzülüş üzərində komanda gücünü ortaya qoyur. Sabah komandası Dambrauskas baş məşqçiliyi altında fərqli düzülüşlərlə meydana çıxır və rəqib üçün çox çətin bir analiz olunan komandaya çevrilir. Və heyətinin qeyd edim ki, kifayət qədər yaxşı alternativ futbolçular var. Yəni, əgər tutaq ki, Maluda indi məsələn burada sağda tutaq ki oynayır, Maluda sağda da oynaya bilir, solda da oynaya bilir və yaxud sağda Maludanı əvəz edə biləcək çoxlu futbolçular var, dəyərli dostlar, eyni zamanda digər futbolçular da. İndi, dəyərli dostlar, baxın, Sabah komandası bura qədər çox əla gəlib, çempiondur demək olar ki, Azərbaycan çempionluğunu demək olar ki, götürüb. Əgər bir möcüzə olmasa, çempion Sabah komandası olacaq. Ötən il kuboku Qarabağdan almışdı, bu il çempionluğu aldı, bu il kuboku da ala bilər və ona görə də çox prinsipal adımlar. Ona görə sona qədər izləyin, dəyərli dostlar, çox maraqlı bir video olacaq. Sabah komandasında düşünürəm ki, hücumun sivri ucunda Joel Smith-ə bir dəfə şans verəcək. Sonradan Xəyal Əliyev də meydana daxil ola bilər. Və hücum dördlüsünə gəldikdə, burada sol cinahda Puxaçı görürük, dəyərli dostlar. Puxaç çox təhlükəli futbolçudur. Mən deyərdim ki, Sabahın ən yaxşı futbolçusu deyərdim bəlkə də bu futbolçuya. O sol cinah müdafiəçisidir və Elvin kimi tez-tez hücumlara qoşulur və bəzən ona görə sol cinah boş qalır. Eyni epizod Qarabağda da, dəyərli dostlar, görürük. Elvin sol cinahdan hücumlara qoşulur, sol cinah boş qalır. Ona görə də meydanda bir dövriyə futbolu görə bilərik. Yəni, Qarabağ komandası daha çox rəqibin sol cinahından hücumlar qurmağa çalışacaq. Digər tərəfdən rəqib komandada daha çox sol cinahdan hücumlar qurmağa çalışacaq ki, aydın məsələdir, Sabah adətən hücumları sol cinahdan qurur. Və ona görə də meydanda bir dövriyə əmələ gəlmiş olur sanki. Dəyərli dostlar, Puxaç çox təhlükəlidir, hücuma da çox güclü dəstək verir. Joel Smith-in zaten deməyə ehtiyac yoxdur, Azərbaycan Premyer Liqasının bombardiridir və bir neçə ildir ki, əvvəllər də Sabahda, əvvəlki mövsümlərdə də Sabahda özünü yaxşı tərəfdən göstərib. Məsələn, son vaxtlar Maluda çox inkişaf elətdirib özünü. Bu arada Aleksey İsayev məsələn Qarabağda yaxşı şans almırdı, amma Aleksey İsayevin çox yaxşı ara ötürmələri var. Onu məqamı da nəzərə almaq lazımdır. Kahin Paris var, Xəyal Əliyevi qeyd etmək olur və mən müdafiəçisə xüsusilə Solveti qeyd etmək istəyirəm. Həm Nogueira, həm Solvet, amma Solvet xüsusilə müdafiənin nəfəsidir. Eyni zamanda hücuma da standart vəziyyətlərdə qoşulur, çox təhlükəli olurlar. Nogueira və Solvet standart vəziyyətlərdə Sabah komandası Qarabağdan daha üstündür. Standart vəziyyətlərin yerinə yetirilməsində Sabah komandası Qarabağdan daha üstündür. Ona görə də Qarabağ komandası mümkün qədər gərək standart vəziyyətlər verməsin. Yəni, cərimə zərbəsi, ikinci zərbələri verməsin Sabah komandasına. Çünki mərkəz müdafiəçiləri çox aktivdirlər. Və eyni zamanda qeyd etməliyəm ki, Qarabağın mərkəz müdafiəçisi Bəhlul Mustafazadə yoxdur, hündür boylu və ona görə də standart vəziyyətlərdə çox çətinlik yarana bilər Qarabağın qapısı qarşısında. İndi burada belə bir məqam var. Qarabağ komandası heç bir itkisi yoxdur. Demək olar ki, əsas heyət hamısı yerindədir. Sabah komandasında əsas heyəti yerindədir.
sadəcə bircə kapitan zədəlidir ki, o da uzun müddət artıq zədəlidir. Onsuz da, o kapitansız da belə deyək, Sabah komandası uğurlar qazanır. Safranko uzun müddətdir ki, yoxdur, dəyərli dostlar. Və istəyirəm bir məqamı sizin nəzərinizə çatdırım. Bu mövsüm Azərbaycan Premyer Liqasında Qarabağ və Sabah komandası 6 dəfə, səhv eləmirəmsə, yox 5 dəfə qarşı-qarşıya gəliblər və heç birində Qarabağ komandası qələbə qazana bilməyib. 1-1, 1-1, 2-3 Sabah qələbəsi, 2-1 Sabah qələbəsi və 3-3 heç-heçə. Gördüyünüz kimi 3 heç-heçə və 2 Sabah qələbəsi qeydə alınıb. Yəni bu mövsüm Qarabağ komandası ümumiyyətlə bacarmayıb Sabah komandası ilə. İndi dəyərli dostlar, burada bir statistik mənzərəyə nəzər yetirək. Düzdür, Qarabağ komandası ümumi statistikada Sabahı daha çox məğlub edib, daha çox qələbə qazanıb Sabah üzərində. Amma son oyunlarda Sabahın aşkar üstünlüyü var. Məsələn, son oyunda yalnız bir dəfə Qarabağ komandası qələbə qazanıb. Digər 9 oyunda 4 dəfə Sabah komandası qələbə qazanıb, 5 dəfə heç qeydə alınıb. Yəni Qarabağ komandası Sabah komandasını məğlub etməkdə çətinlik çəkirdi onsuz da. Valdas Dambrauskas da gəlməmişdən öncə də çox çətindir. O gələndən sonra ümumiyyətlə Sabahda çox dəyişiklik oldu. Litvalı məşqçi çox, yəni də həqiqətən də yaxşı məşqçidir, bəyənirəm. Və qeyd etməliyəm ki, onun məşqçilik əmsalı Qurban Qurbanovdan yüksəkdir. Hal-hazırda onun məşqçilik əmsalı 2, Qurban Qurbanovda isə 1.84-dür, dəyərli dostlar, çempionatda. Qaldı ki, mən bir qədər öncə qeyd etdim, Puxac tez-tez hücumlara qoşulur, müdafiənin sonunda boşluq verir. Həmin zonada Qarabağın ən dəyərli oyuncusu Leandro Andrade 3 milyon dəyərində qiymətləndirilir. Ən dəyərli oyuncusu Leandro Andrade üçün oynamaq şansı yaranacaq ki, Leandro Andrade'dən bu oyunda qol gözləyirəm açıqım. Və rəqibin də bu arada ən dəyərli oyuncusu elə Puxacdır. Komandanın ən dəyərli oyuncuları qarşı-qarşıya gələcəklər o zonada. Amma Puxac hücumlara çox qoşularsa, orada boşluq verə bilər və Leandro Andrade də Sabahı cəzalandıra bilər. İndi bir qədər sonra deyəcəm ki, mənim fikrimdə kim qələbə qazanar və niyə qələbə qazanar və hansı şəkildə qələbə qazanar. Deməli, birinci oyun qeyd etdik ki, Sabahla kubok oyunudur, dəyərli dostlar. Və kubok oyununda 2 oyundan ibarətdir. Bu kubok oyunun cavab oyunu 22-sində keçiriləcək. Birinci oyun Qarabağın meydanında keçiriləcək, ikinci oyun Sabahın meydanında keçiriləcək. Ona görə də Qarabağ komandası ilk oyunda öz meydanında olduqca sərfəli nəticə qazanmaq istəyəcək. Səbəb nədir? Çempionluq demək olar ki, əldən gedib. Bu isə o deməkdir ki, Qarabağ Çempionlar Liqasından məhrum olub artıq. Yəni, əgər çempion olmaq möcüzəsi baş verməsə, Qarabağ Çempionlar Liqasından artıq kənarda qalıb deyə bilərik. Amma heç olmasa Avropa Liqasına getmək istəyəcək Qarabağ komandası. Bunun üçün isə mütləq kubokun qalibi olmaq lazımdır və yaxud özü qalibi olmasa Sabah komandası qalibi olmalıdır. Sabah da tutaq ki, Qarabağı məğlub edildi, finala çıxdı. Finalda da Zirə Turancutin qalibinə məğlub oldu. Kubok getdi əldən və Qarabağ o zaman gedəcək Konfrans Liqasına. Ona görə Qarabağ riskə ata bilməz, özü bütün gücünü ortaya qoymalıdır və kubokda finala yüksələn tərəf Qarabağ olmalıdır. Qarabağ bunu istəyir. Mütləq vacibdir Qarabağ üçün. Bəlkə əvvəlki illərdə kuboka o qədər də diqqət yetirmirlərsə, bu il onu etmək məcburiyyətindədirlər. Çünki çempionat əldən gedib və mövsümü titulla başa vurmaq, Avropa Liqasına getmək çox önəmlidir Qurban Qurbanov və onun komandası üçün. Həm də əgər kuboka da götürə bilməsələr, komanda demək olar ki, dağılacaq. Çünki artıq indidən çempion ola bilmirlər, Çempionlar Liqasına gedə bilmirlər deyə bir çox futbolçular Qarabağdan ayrılmaq istəyir. Qurban Qurbanov komandanı bir yerdə tutmaq üçün ən azı Avropa Liqasına getməyi planlaşdırır. Ona görə də ilk oyunda mən Qarabağ komandasının çox çətin bir mübarizədən sonra, amma bir yox, ən azı 2 top fərqi ilə qələbəsini gözləyirəm. Qarabağ komandası
ən azı 2 top fərqi ilə Sabahı məğlub edəcək. Deyə bilərsiniz, Sabah bu il çox möhtəşəm oynayır. Razıyam sizinlə. Bir-bir oyunları da təkrar-təkrar izləmişəm. Qarabağ sadəcə bəzi epizodlarda boşa verib Qarabağ komandası fürsətləri. Amma bu dəfə məncə çox diqqətli olacaq Qarabağ komandası və ilk qolu vuran tərəf Qarabağ olacaq deyə Sabah müdafiədən məcbur hücumlara gedəcək və müdafiədə müəyyən boşluqlar verəcək ki, bundan da Qarabağ komandası maksimum şəkildə istifadə edəcək. Yəni mənim fikrimcə Qarabağ komandası Kubokun ilk oyununda ən azı 2 top fərqi ilə bir qələbə qazanacaq. Kubokun cavab matçı 22 apreldə olacaq, amma ilk oyun qeyd etdiyim kimi 3 apreldə olacaq. 22 apreldəki oyunda, yəni Sabahın meydanında başlayacaq oyunda isə düşünürəm ki, yenə heç-heçə qeydə alına bilər və 2 oyunun nəticəsinə görə Qarabağ komandası finala çıxacaq. Mən belə düşünürəm təbii ki. Sizlər necə düşünürsünüzsə fikirlərinizi şərhlər bölümündə yazın. Yenə deyirəm, mən heç bir komandaya azarkeşlik eləmirəm. Daha doğrusu bütün komandalarımıza azarkeşlik edirəm. Yəni Sabah da mənimkidir, Qarabağ da mənimkidir, Neftçi də digər komandalar da mənimkidir. Amma əsas komandam Xəzər Lənkərandır, o da yoxdur hal-hazırda. Ona görə də heç bir komandaya ayrı-seçkilik eləmək istəmirəm, eləmirəm, eləməyəcəm. Hər ikisi mənimdir, dəyərli dostlar. Və yəni bəzi izləyicilər düşünə bilər ki, mən Sabaha, Qarabağa azarkeşlik eləyirəm, ona görə Qarabağın qələbə qazanacağını bilirəm. Qətiyyən belə bir düşüncəyə düşməyin, çünki Qarabağ komandasının analizlərimin və məntiqi düşüncələrimin nəticəsi olaraq Qarabağ komandasının Kubokun ilk oyununda qələbə qazanacağını düşünürəm və çox güman ki, bu ən azı 2 top fərqi də ola bilər, bəlkə də 3 top fərqi də ola bilər, amma 2 top fərqi gözləyirəm ki, Qarabağdan bir qələbə gəlsin 2 top fərqi ilə. Cavab görürsə, qeyd etdiyim kimi heç-heçə düşünürəm. Qaldı ki, Qarabağ komandası bir də Sabahla ayın 18-də də çempionatda qarşılaşacaq ki, o oyunda çox önəmli olacaq, amma düşünmürəm ki, Qarabağ komandası o oyunda özünü çox yorsun və yaxud Sabah komandası o oyunda özünü çox yorsun, çünki Kubokun cavab matçına bir neçə gün sonra çıxacaqlar və ardından Qarabağ komandasının Neftçi ilə 2 oyunu var və düşündüyüm kimi Qarabağ komandası əsas gücünü verəcək Kuboka, Kubokun qalibi olmaq üçün çempionatda Neftçiyə xal verə bilər bu baxımdan, yəni çempionatı o qədər də əsas plana qoymayacaq. Əgər çempion olmaq şansları artıq azalarsa Neftçi ilə oyuna qədər və Neftçi ona görə də xal verə bilər. Axır ki, illər sonra Neftçi Qarabağı məğlub edə bilər və yaxud Neftçi Qarabağdan xal ala bilər. Heç-heçə də olsa xal ala bilər. Neftçiyə isə xal hava su kimi lazımdır. Onlar da döyüşmək üçün meydana çıxacaqlar. Siz nə düşünürsünüz? Bax, Qarabağın deməli bu ayki oyunlarına baxırıq. Deməli Sabahla 3 oyun, Neftçi ilə 2 oyun, Karvanla və Şamaxı ilə oyunlar var. Neftçi ilə oyunlarda Qarabağ komandası nə edəcək? Sabahla oyunlarda nə edəcək? Bu barədə siz də öz fikirlərinizi yazın. Gələk komandaların ümumi statistikasından bir-iki məqamı sizin nəzərinizə çatdırmaq istəyirəm. Sabah komandasının transfer dəyəri Qarabağdan çox aşağıdır. Yəni Qarabağın 26,1 milyon dəyəri var. Sabahın 15,4 milyon dəyəri var. Təqribən 11 milyon civarında bir aşağı dəyəri var, amma Sabah komandası çox yaxşı oyun göstərir və Qarabağa bir rəqib artıq formalaşıb və Neftçi komandası və digər komandalarımızın da, məsələn, Turan Tovuz da qış fasiləsindən bu yana çox əla təsir bağışlayır. Amma Zirədə, məsələn, düşüş yaşandı, Neftçidə yüksəliş oldu. Ümid edirəm ki, növbəti mövsümdə çox güclü komandalar olacaqlar və çempionluq uğrunda çox güclü mübarizələr gedəcək. Siz nə düşünürsünüz? Qarabağ axır ki, tilsimi qırıb Sabah komandasını, Valdas Damburavskasın Sabah komandasını məğlub edə biləcəkmi? Fikirlərinizi şərhlər bölümündə yazın. Bu arada Sabahla Qarabağ arasındakı qarşılaşmada ən çox qol vuran futbolçu Abdullah Zubirdir. Daha sonra Mahir Əmrəli, Joylen Smikes 6 qolla ikinci yerdədir. Ən çox qol vuran Abdullah Zubir isə 9 qol vurub. Bax belə. İndi Azərbaycan Kubokunda dəyərli dostlar, Qarabağ Sabah
cütün qalibi mənim fikrimcə Qarabağ komandası olacaq, finala yüksələcək. Sizin fikrinizcə kim yüksələcək? Və digər tərəfdə Turan Tovuz Zirə qarşılaşmasından iki komandanın arasında keçirilən görüşlərdən iki oyunun nəticəsinə görə qalib hansı komanda olacaq, finala hansı komanda yüksələcək və finalda kimlər görüşəcək? Məncə finalda Qarabağla Turan Tovuz komandası qarşı-qarşıya gələcək, belə düşünürəm və qalib Qarabağ komandası olacaq, Azərbaycan Kubokunun qalibi. Azərbaycan çempionatının qalibinə gəldikdə isə Azərbaycan çempionatının qalibi məncə olacaq Sabah komandası, ikinci yer olacaq Qarabağ komandası, üçüncü yer Turan Tovuz, dördüncü yer mənim fikrimcə böyük ehtimalla Neftçi komandası ola bilər. O halda ki, Qarabağ komandasından 3 xal ala bilsin oyunların ən azı birində və birində heç şey eləsə artıq çox belə deyək, yaxınlaşacaq o niyyətinə. Çünki Zirə komandası hal-hazırda düşüşdədir və Zirə komandasının Sabahla qarşılaşması var. O da orada xal itirə bilər. Belə, indi qalır sizdə öz fikirlərinizi yazın. Görək kim doğru təxmin edəcək. Ayın 3-ü bir daha sizinlə görüşəcəyik. Məncə olduqca maraqlı video oldu. Yenə suallarınız varsa, bəlkə yaddaşımdan qaçan nələrsə olacaq, 100% olacaq. Çünki indi də yadıma salmağa çalışıram danışdıqca. Amma yenə suallarınızı verin. Mən mütləq sizin şərhlər bölümündə suallarınızı cavablandıracağam, öz fikirlərimi yazacağam. İndi isə sizlərlə sağollaşıram. Növbəti videoda görüşmək ümidi ilə hələlik.